2026-cı il üçün bütün bürclər üzrə qısa, maraqlı proqnozlar. Qoç bürcü. 2026 enerji ilindir. Qapılar özləri açılacaq. Amma sən yenə də qapını sındırmağa çalışacaqsan. Karyerada sıçrayış, münasibətlərdə isə cəsarətli addım gözlənilir. Buğa bürcü. Sabitlik üçün qaçırsan, inkişaf üçün tapılacaqsan. Pul məsələlərində ilin ortasında böyük dönüş. Hisslərin dərinləşəcək, amma gizlətməyin çətinləşəcək. Əkizlər bürcü. Yeni tanışlıqlar sel kimi gəlir. Fikirlər, layihələr, mesajlar hamısı çoxalacaq. 2026 sənin yaratmaq ilindir. Sonda isə bir qərar vermək məcburiyyətində qalacaqsan. Xərçəng bürcü. Daxili gücünü tapacağın il. Keçmişdən bir mövzu geri dönəcək. Amma bu dəfə qalib tərəf sən olacaqsan. Ev və ailə ilə bağlı xoş bir yenilik var. Şir bürcü. Səhnə sənindir. 2026-da diqqət mərkəzində olacaqsan. Yaradıcılıq, sevgi və iş, üçü də yüksəlişdə. Sadəcə hər kəsin problemini öz üzərinə alma. Enerjini qorxuya yox, işığa sərf et. Qız bürcü. Planların bir-bir gerçəkləşir. 2026 analitik beyninə deyil, ürəyinə qulaq asmağı öyrədəcək. İşdə irəliləyiş, şəxsi həyatda isə gözlənilməmiş istilik.